Salam. Bölməmiz Azərbaycan mineral ehtiyatları. 1-dən 55-ə qədər suallar izah eləmişdik. İndi də 56-dan etibarən suallar izah edəcəyik. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Faydalı qazıntı yatağın adı yerləşdiyi inzibati rayon. Seolit Ağdağ yatağı var, amma Qazaxda yerləşmir. Bir yanlışdır. Mis Qaradağ Gədəbəy. Bu doğrudur. Travertin Şaxtaxtı yatağı var, amma Tovuzda yerləşmir. Gips Ağzakənd Goranboy doğrudur. Kromit ipək, Laçın. Bu doğrudur. Qızıl Qızılbulaq yatağı var, amma Zəngilanda deyil, Ağdərə rayonundadır. 56-da doğru cavab olur. 2, 4, 5. 57-ci sual. Respublikamızın filiz faydalı qazıntı yataqlarını seçin. Ağzakənd gips yatağıdır, qeyri-filizdir. Daş salahlı bentonit gilidir, qeyri-filizdir. Turşsu mineral bulaqdır. Bu da filiz sayıla bilməz. Doğru cavab 3, 5, 6. 3 Şorbulaq civə yatağıdır. Paraqaçay molibden yatağıdır. Dəmiroğlu isə dəmir filizdir. 58-ci sual. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşən mineral bulaqlar Bədo İsmailiyədə yerləşir. Böyük Qafqazdır. Meşəsu Lənkəran-Astara zonasıdır. Bunu götürə bilərik. Daha doğrusu tektonik zona olaraq. Xaşı və Cimi Qubada yerləşir. Bunları götürə bilmərik. 1, 4, 5 doğru cavabdır. Şırlan Şuşada yerləşir. Darıdağ Naxçıvanda yerləşir. Meşəsu Lənkəran-Astara zonasında yerləşir. Doğru cavab olur 1, 4, 5. 59-cu sual. Sxemdə, xəritə sxemdə hərflərlə verilmiş inzibati rayonların hər ikisinin ərazisində yayılmış faydalı qazıntılar A. Kəlbəcər rayonudur, B isə Laçın rayonudur. İndi baxaq görək bunların ortaq faydalı qazıntısı hansıdır? Barit yataqları, məşhur barit yataqları heç birində yoxdur. Gips yataqları heç birində yoxdur. Mərmər yataqları heç birində yoxdur. Doğru cavab 2 və 4-dür. Civə və xromit hər ikisində var. 60-cı sual. Muradxanlı neft yatağının səciyyəvi xüsusiyyəti. Muradxanlı neft yatağı Kür çökəkliyində yerləşir, İmişli rayon ərazisində. 4-cü dövr süxurlarında deyil, Muradxanlı və Mollakənd mezo yaşlı süxurlarda yaranıb. Kür çökəliyi təbii vilayətində yerləşir. 2 doğrudur. Mezo yaşlı süxurlar doğrudur. 2, 3. Böyük Qafqaz təbii vilayəti olmayacaq. Tektonik qalxma zonası deyil, quruda yerləşən yataqlardır. Bu doğrudur. 2, 3, 6 doğru cavabdır. 61-ci sual. Mollakənd neft yatağının səciyyəvi xüsusiyyəti. Mollakənd neft yatağı da Kür çökəkliyində yerləşir. 4-cü dövr süxurlarında deyil, o da mezo yaşlı süxurlarda yaranıb. Kür çökəkliyi təbii vilayətində yerləşir, doğrudur. Mezo yaşlı süxurlarda formalaşıb, doğrudur. Kristallik süxurlarda formalaşıb, yanlışdır. Çünki kristallik süxurlar daha çox platforma, qədim ərazilərdə olur. Arxa yaşlı bizdə süxurlar yoxdur. Tektonik çökmə zonasında yerləşmişdir. Bu da doğrudur. Deməli, burada doğru cavab olacaq 2, 3, 6. 62. Deməli, Turşsu mineral bulağının Şıx mineral bulağından fərqli cəhətləri. Əvvəlcə biz bunların harda yerləşdiyini bilməliyik. Turşsu yerləşir Şuşada, Kiçik Qafqaz qalxmasıdır. Şıx yerləşir Abşeronda, bu Böyük Qafqaz qalxmasıdır. Hər ikisi tektonik qalxma zonasında yerləşdiyi üçün biri çıxırıq. Qəhvə və qonur və qəhvəyə meşə torpaqlarının yayıldığı ərazidə olması, bəli, Şuşa dağlıq ərazidir. Meşə qurşağına düşür. Qəhvə və qonur meşə torpaqları var. İkini götürürük. Mütləq hündürlüyü yüksək olan ərazidə yerləşməsi, bəli, Şuşa mütləq hündürlüyü daha çoxdur. Üçü də götürürük. Müalicəvi əhəmiyyəti. Bütün mineral bulaqlar müalicəvi əhəmiyyətli sayılır. Bunu çıxırıq. Maqmatik süxurların yayıldığı təbii vilayətdə yerləşməsi. Turşsu Şuşa Kiçik Qafqazda yerləşir. Bildiyimiz kimi Kiçik Qafqazda maqmatik süxurlar üstünlük təşkil edir. Böyük Qafqazda yerləşmir. Deməli, doğru cavab olur 2, 3, 5. 63-cü sual. Zəylik alnit yatağının səciyyəvi xüsusiyyətləri. Deməli, zəylik alnit yatağı Daşkəsən rayonunda yerləşir.
Alnit alüminiumun xam malı sayılır, alüminium alınır ondan. Qara metallurgiya deyil, əlvan metallurgiya sayılır, yüngül əlvan metallurgiya 2. Ağır əlvan metallurgiya olmayacaq. Ağır əlvan metallurgiya deyərkən mis, sink, qalay bu tipdə metallar nəzərdə tutulur. Kiçik Qafqazın cənub-şərq yamacı deyil, Kiçik Qafqazın şimal-şərqinə düşür, Daşkəsən rayonuna və 6 Daşkəsən inzibati rayonu ərazisində yerləşir, doğrudur. 2, 5, 6 doğru cavabdır 63-də. 64. Barit yatağının səciyyəvi xüsusiyyəti. Əvvəlcə onu deyək ki, barit qeyri-filizdir. Barit yatağı Kiçik Qafqazın şimal-şərq hissəsində yerləşir. Qara metallurgiya üçün xam mal verir. Yanlışdır. Neft quyularının qazılmasında istifadə olunur. Bəli, partlayıcı maddə olduğu üçün neft quyularının partladılmasında istifadə olunur. Kiçik Qafqazda yerləşir. Doğrudur. Tektonik qalxma zonası. Kiçik Qafqaz qalxmasında yerləşir. Və yerləşdiyi rayon Çovdar və Başqışlaq var. Çovdar yerləşir Daşkəsən rayonunda, Başqışlaq isə Goranboy rayonunda. 2, 3, 4 doğru cavabdır. Böyük Qafqaz deyil, filiz yox, qeyri-filizdir. 65-ci sual. Yanar şist, bizdən birinci yanar şist deyir, mis və xromit yataqları. Yanar şisə uyğun gəlir 3, Qobustan, İsmail rayonlarındadır. Mis uyğun gəlir 2, Gədəbəy rayonunda Qaradağ yatağı və xromitin işarəsinə uyğun gəlir 6, 6 olan yer Laçın rayonudur. Orada İpək yatağı var. Deməli, doğru cavab olacaq 3, 2, 6. 66-cı sual. Xəritə sxemdə ardıcıl şəkildə bizdən molibden, alünit və gips istəyir. Molibden 3-dür, Ordubad rayonu, Paraqaçay, Diyaqçay. Alünit 2 olacaq, Daşkəsən rayonu, Zəylik və gips 5 olacaq. 5-də Goranboy rayonu, Ağzakənd yatağı. 3, 2, 5 doğru cavabdır. 67. Sxemə əsasən filiz yataqlarına malik olmayan inzibati rayonlar. Filiz yataqları daha çox bizdə yayıldığı yer Kiçik Qafqaz ərazisidir. Lənkəran zonası faydalı qazıntılar baxımından ən zəif ərazimizdir. 2 də olmayacaq. 2 rayon olaraq Lerik rayonudur. Orada filiz faydalı qazıntı yoxdur. 2-ni götürürük. 5 Qusar rayonudur. Burada da filiz faydalı qazıntı yoxdur. 5 və 1 Samux rayonudur. 1-i də götürürük. Deməli, 1, 2, 5 doğru cavabdır burada. 4 Ordubaddır, molibden var, Paraqaçay, Diyaqçay. 3 Laçın rayonudur, Civə var, Xromit var. 6 Balakən rayonudur, polimetal yataqları var. Deməli, bizə yanlış cavablar lazımdır. Yanlış cavab olur 1, 2, 5. 68. Azərbaycanın faydalı qazıntıları ilə bağlı doğru fikirləri müəyyən edin. Filiz faydalı qazıntılar daha çox ölkənin şimal-qərb və cənub-şərq rayonlarında yerləşir. Şimal-şərq rayonu deyərkən, məsələn, Goranboy, daha doğrusu Daşkəsən, o əraziləri nəzərdə tuta bilərik. Amma ölkənin deyil, Kiçik Qafqazın şimal-şərqində. Ona görə də biz biri götürə bilmərik. Yerli əhəmiyyətli yanar-şis yataqları İsmailli rayonu ərazisində yayılmışdır. Bəli, doğrudur. Xromit yataqları yardımlı Oğuz rayonları doğru olmayacaq. Qeyri-filiz faydalı qazıntıları çökmə süxurlarda geniş yayılır. Bəli, doğrudur. Abşeron və Kiçik Qafqaz tikinti materialları ilə zəngindir. Həm Abşeronda, həm Kiçik Qafqazda tikinti materialları var. Burada doğru cavab 2, 4, 5-dir. Muğan və Salyan düzlərində çivə qumu ehtiyatları e, çivə qumu ehtiyatları mövcuddur. Muğan və Salyan düzləri hər ikisi e, çivə tikintidə istifadə olunan qumdur. Zəngin qum ehtiyatlarına malik deyil. 2, 4, 5 doğru cavabdır. 69. Doğru sıraları müəyyən edin. Ərazi süxurların yaşı tektonik zona. Gəncə Qazax düzü 4-cü dövr süxurları var və kür çökəkliyi doğrudur bu. Abşeron Neogen yaşlı süxurları var, amma Qafqaz deyil. İkini çıxırıq. Zəngəzur silsiləsi Paleogen yaşlı süxurlar var və Kiçik Qafqaz qalxması doğrudur. Qarabağ silsiləsi Təbaşir yaşlı süxurlar Kiçik Qafqaz doğrudur.
Ceyrançöl Yura devri deyil. Ceyrançöl Neogen yaşlı suxurlardır. Ona görə çıxırıq. Qanıq Əriçay 4-cü dövr suxurları yayılıb, amma Böyük Qafqaz deyil, Kür çökəkliyidir. Deməli, doğru cavab olacaq 1, 3, 4. 70-ci sual. Cədvələ əsasən doğru uyğunluğun verildiyi sıranı müəyyən edin. Badamlı yerləşir Naxçıvanda, amma Araz Cavan platformasında deyil, dağlıq ərazidədir. Mineral bulaqlar dağlıq ərazidə olur. Biri sıfırıq. Tursu Kiçik Qafqaz qalxması Şuşada yerləşir. Doğrudur. İlisu Qaxda yerləşir. Böyük Qafqaz qalxmasıdır. Qalaltı Şabranda yerləşir. Kür çökəkliyi deyil. Şırlan Şuşada yerləşir. Kür çökəkliyi deyil. Xaltan Qubada yerləşir. Böyük Qafqaz qalxmasıdır. 2, 3, 6 doğru cavabdır. 71-ci sual. Deyir ki, Diaqçay molibden yatağının səciyyəvi xüsusiyyəti. Diaqçay yerləşir Ordubadda. Ordubad da Kiçik Qafqaz qalxmasına aiddir. Yerləşdiyi ərazidə paleogen yaşlı suxurlar üstündür. Bəli, Zəngəzur silsiləsidir. Paleogen yaşlı suxurlar üstündür. Naxçıvanın Muxtar Respublikasının Dərliyə silsiləsi deyil, ora Zəngəzur silsiləsidir. Kiçik Qafqaz qalxması doğrudur. Qara metallurgiya üçün xam mal verir. Molibden mis yataqları əlvan metallurgiya aiddir. Naxçıvan Muxtar Respublikasının Zəngəzur silsiləsində yerləşir. Doğrudur. Araz Cavan platforması düzənlikləri əhatə edir. Doğru deyil. Deməli, 1, 3, 5 doğru cavabdır. 72. Hamançay və Kastaq faydalı qazıntı yataqlarının oxşar xüsusiyyətlərini müəyyən edin. Deməli, Hamançay dəmir filizidir, Kastaq isə polimetal yatağıdır. Tektonik qalxma zonasında yerləşir. Bu doğru cavabdır. Hamançay Daşkəsən rayonunda yerləşir. Kastaq isə Balakən-Zaqatala zonasıdır, yəni Böyük Qafqazdır. 1 doğrudur. Böyük Qafqazın cənub yamacında yerləşir. Bu Kastağa aiddir. Metallurgiya sənayesi üçün xam mala malikdir. Bəli, hər ikisi metaldır. 1, 3. Qeyri-filiz deyirlər. Yerləşdiyi ərazilərdə denudasiya prosesləri müşahidə olunur. Hər ikisi dağlıq ərazidə yerləşir. Dağlıq ərazilərdə denudasiya akkumulyasiyadan daha üstün olmuş olur. Deməli, 1, 3, 5 doğru cavabdır. Trias çöküntüləri, yerləşdiyi ərazilərdə trias çöküntüləri geniş yayılmışdır. Bu yanlış olacaq. Çünki trias çöküntüləri ən çox Naxçıvanda Dərliyə silsiləsində yayılır. 1, 3, 5 doğru cavabdır. 73-cü sual. Qalaltı mineral bulağının yerləşdiyi inzibati rayon üçün xarakterikdir. Qalaltı mineral bulağı yerləşir Şabran rayonunda. Şabran rayonuna aid olan biz xüsusiyyətlər tapmalıyıq. Xəzər dənizinə çıxışı var. Bəli, doğrudur. Ərazisində 4-cü dövrün çökmə suxurları üstünlük təşkil edir. Şabran rayonu daha çox düzən relyefə malikdir. Bu da doğrudur. Alt paleozoy yaşlı suxurlar Kiçik Qafqaza aiddir. Bunu çıxırıq. Arid denudasyon relyef formaları geniş sahəni əhatə edir. Arid denudasyon relyef formaları Qobustan, Abşeron, Ceyrançıl, Azunuxol və Naxçıvanda daha geniş ərazini əhatə edir. Dənizə çıxışı olduğu üçün abrazyon relyef formaları var. Dəniz terraslarına da rast gəlinir orada. Filiz faydalı qazıntı yataqları mövcud deyil. 1, 2, 5 doğru cavabdır. 74. Kiçik Qafqazın şimal-şərqinə aid olan xüsusiyyətləri müəyyən edin. Maqmatik və metamorfik suxurlar yayılmışdır. Bəli, Kiçik Qafqazda üstünlük təşkil edir. Kiçik Qafqazda yanar faydalı qazıntılar yoxdur. Barik, kükürt, mərmər kimi faydalı qazıntılar, bəli, Göygöl, Daşkəsən bu rayonlarda yayılıb. 3 doğrudur. Paleozoy erasının kristalli şistlərinə rast gəlinir. Paleozoy erasının suxurlarına burada rast gəlinir. Bəli. Ərazisi Orta Araz əyilmə zonasına müvafiq gəlir. Orta Araz Naxçıvandır, olmayacaq. Platforma ərazi deyil. Deməli, 1, 3, 4 doğru cavabdır. 75. Bədo, Xaltan, Donuzütən mineral bulaqlarını istəyir bizdən. Bədo yerləşir İsmayıllıda 4. Xaltan yerləşir Qubada 3 və Donuzütən yerləşir Masallada. 4, 3, 2 doğru cavabdır. 76-cı sual. İlisu, Şırlan, Badamlı. İlisu yerləşir Qaxda. Qaxa uyğun gələn Qax rayonuna 6-dır. Şırlan yerləşir Şuşada. Şuşaya uyğun gəlir 3. Badamlı yerləşir Naxçıvanda Şahbuz rayonunda.
Ona da uyğun gəlir 1. 6, 3, 1 doğru cavabdır. Verilmiş şərti işarələrə əsasən Azərbaycanda daha geniş yayılmış filiz faydalı qazıntılar. Əvvəlcə qeyri-filiz olanlara biz buradan çıxaq. 3 bentonit gilidir. Bunu çıxırıq. 5 seolitdir. Bunu çıxırıq. Bir əhəng daşıdır. Bunu da çıxırıq. 2 polimetaldır. 4 də dəmir filizdir. Deməli, doğru cavab olacaq 2 və 4. 78-ci sual. Şərti işarələr əsasən mağmatik süxurların yayıldığı ərazilərdə rast gəlinən faydalı qazıntılar. Maqmatik süxurlarda əsasən filiz faydalı qazıntılar olur. Biz burada filiz faydalı qazıntıları götürməliyik. Bir əhəng daşırı çıxırıq. 3 gildir çıxırıq. 4 neftdir, bunu da çıxırıq. Doğru cavab olacaq burada 2 və 5. 2 molibdendir, 5 də xromitdir. 2, 5 doğru cavab. 79-cu sual. Xəritə sxemə əsasən şərti işarələrlə verilmiş faydalı qazıntı yataqlarının doğru verildiyi bəndi müəyyən edin. 3 olan yer kvars qumudur. Bəli, burada kvars qumu var. 3'ü götürürük. Hacvəlli, Hökməli. 6 olan yer 6 olan yer e, kükürtdür. Kükürt burada 6-da yoxdur. 5 olan yer civə. 5 civənin işarəsidir. Burada civə yoxdur. 5-i də silmək lazımdır cavabların içərisindən. 4 molibden işarəsidir. Burada da molibden yoxdur. Onu da atmaq lazımdır. 1 əqiq işarəsidir. Qubadlı rayonunda əqiq var. 2 yanar şistir. İsmaili rayonunda da yanar şis var. Deməli, burada doğru cavab olmalıdır. 1, 2, 3. 79, 1, 2, 3. 80-ci sual. Bu dəfə bizə deyir ki, xəritə sxemə əsasən şərti işarələr verilmiş faydalı qazıntı yataqlarından hansıların yeri doğru göstərilməmişdir? Deməli, 5 polimetaldır. Biraz aşağıda göstərirlər. Birdən başlayaq biz. Bir də əslində mis var. Mis molibden yatağı var burada. 4 qızıl yatağı var. Deməli, bizə yanlışlar lazımdır. 2 yanar şistin işarəsidir. Burada 2 yanar şis yoxdur. 2-ni götürürük. 3 dolomit işarəsidir. Orada dolomit yoxdur. Və 6 seolitin işarəsidir. Orada seolit də yoxdur. 2, 3, 6-nı götürə bilərik. 5 polimetal yatağıdır. Sadəcə biraz aşağıda çəkiblər, biraz yuxarıda çəkilməlidir bu. 2, 3, 6 doğru cavabdır 80-də. 81. Verilmiş şərti işarələr əsasən xəritə sxemdə A hərfi ilə işarələnmiş inzibati rayonda mövcud olan faydalı qazıntıları müəyyən edin. A hərfi ilə işarə olunmuş xəritəmiz yaxşı görünmür. Daşkəsən. Daşkəsən rayonudur. Daşkəsən rayonunda bunlardan hansı var? Biz onlara baxaq. Deməli, bir dəmir filizinin işarəsidir. 2 kvars qumudur. 3 mərmərdir. 4 perlitdir. 5 civə. 6 isə alüminium filizləri. Daşkəsən rayonunda bunlardan bir var, dəmir filizi var, mərmər var və alünit var, yəni alüminium filizi. 1, 3, 6 doğru cavabdır. 82. Deməli, Şıx mineral bulağının yerləşdiyi ərazinin Şırlan mineral bulağının yerləşdiyi ərazidən fərqli cəhəti. Şıx Abşeronda yerləşir, Şırlan isə Şuşada yerləşir. Hər ikisi tektonik qalxma zonasıdır. Bizə fərqli cəhət soruşur. Biri çıxırıq. Qışı soyuq keçən yarımsəhra iqlimi Naxçıvana aiddir. Bunu da çıxırıq. Mülayim isti iqlim Şıxda yoxdur. Abşeron mülayim isti iqlim deyil. Üçü də çıxırıq. Qışı mülayim keçən yarımsəhra iqlimi. Bəli, Abşeron yarımsəhra iqlimidir, amma Şuşanın yerləşdiyi ərazi, Şuşa şəhəri mülayim isti iqlim və soyuq iqlim. Böyük Qafqaz vilayətində yerləşir, doğrudur. 5. Yerləşdiyi fiziki coğrafi rayonda filiz mənşəli faydalı qazıntı mövcud deyil. Deməli, Şıx yerləşir Qobustan Abşeronda, bəli, burada da filiz yoxdur. Deməli, 4, 5, 6 doğru cavabdır. 83. Doğru sıraları müəyyən edin.
Diaqçay molibden yatağıdır. Molibdenin işarəsi və Zəngəzur silsiləsi bir doğrudur. Hamançay dəmir filizidir. İşarə doğru verilib. Murovdağ silsiləsi bu da doğrudur. Ağdağ gips deyil. Ağdağ seolit yatağıdır. Yanlış verilib. Mehmanat civə yatağı deyil. Mehmanat polimetal yatağıdır. 5'te Filizçay polimetal işarəsi də doğru verilib, amma yan silsilə deyil, Baş Qafqaz silsiləsi olmalıdır. 6 Zod qızıl şərqi göysə bu doğru verilib. Deməli, burada doğru cavab 1, 2, 6'dır. 83'te 1, 2, 6. 84 doğru sıraları istəyir. Bu Ağzakənd gips yatağıdır. Bu isə işarə olaraq Benton gil işarəsidir. Biri silirik. Göydərə bu dolomit işarəsidir. Göydərə amma xromit yatağıdır. Olmaz. 3 neft işarəsi naftalan təbiətdə müalicə üçün istifadə olunur. Doğrudur. Daş salahlı bu bentonik gilin işarəsi deyil. Bunu silirik. Kükürt işarəsidir. Ağdağ, seolit yatağı, kənd təsərrüfatı kimyada istifadə olunur. Doğrudur. Hacıvəlli qum işarəsi şüşə istehsalında istifadə olunur. Doğrudur. 84'te 3, 5, 6 doğru cavabdır. 85 cədvəldəki faydalı qazıntı şərti işarələrinin əsasən doğru sıraları müəyyən edin. 1 gips yatağı, goranboy, tikintidə istifadə olunur. Doğrudur. Perlit işarəsi Kəlbəcər, kənd təsərrüfatı kimyada istifadə olunur. Doğrudur. Üst daş salahlı bu bentonik gilin işarəsi deyil, mərmər işarəsidir. Dördüncü dolomit işarəsi Qaradağ olmayacaq. Beşinci kvars qumudur, şaxtaxta olmayacaq. Şaxtaxta travertin yatağıdır. Altıncı ipək, xromit yatağıdır. Metallurgiyada istifadə olunur. 1, 2, 6, 85'te 1, 2, 6 doğrudur. 86 cədvələ əsasən doğru sıraları müəyyən edin. 86-cı sualda filiz faydalı qazıntı, qeyri-filiz faydalı, yanar faydalı qazıntı. Zəylik filizdir, göydərə qeyri-filiz deyil. Çünki göydərə xromit yatağıdır. Bir yanlışdır. Oğuz filiz deyil, Oğuz neft yatağı var. 3'te narzanlı civə yatağı var, filizdir. Hökməli kvars qumudur, qeyri-filizdir. Qaraçala neft yatağı var Salyanda, bu doğrudur. 3. Lefçay civə yatağıdır Kəlbəcərdə. İnam yanacaqdır. Qoşa filiz yatağıdır, səhvdir. İpək xromit yatağıdır Laçında. Daş salahlı bentonik gilidir, qeyri-filizdir. Əşrəfi yanacaqdır, neft yatağıdır, doğrudur. Mazımçay filizdir, polimetal yatağıdır. Ağcakənd qeyri-filiz gips yatağıdır. Yasamal yanacaqdır. Deməli, neft yatağıdır. 3, 5, 6 doğrudur. 87-ci sualda cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Lefçay filizdir, şaxtaxta qeyri-filizdir, siyazən yanacaqdır. Bir doğrudur, səhv olaraq silirik biz. Dəmir oğlu filizdir, dəmir filiz yatağıdır. Hamançay da dəmir filizdir, deməli 2 yanlışdır. Gümüşlü filizdir, polimetal yatağıdır. Hacıvəlli qumdur. Ümid yanacaqdır. Doğru olduğu üçün silirik. Göydərə filizdir. Bəli, göydərə xromit yatağıdır. Şorbulaq civə yatağıdır. Bu da filizdir. Xastaq polimetaldır, o da filizdir. Yanlışdır deməli. Dan ulduzu yanacaqdır. Diaqça qeyri-filizdir, molibdendir. Bu da yanlışdır. Qızılbulaq qızıl yatağıdır, filizdir. Duzdaq qeyri-filizdir. Mollakənd neft yatağıdır. Bu da doğrudur. Bizə yanlışlar lazımdır. Yanlış olacaq 2, 4, 5. 88. Göydərə Vecnəli, Muradxanlı və Şaxtaxtlı yatağı müvafiq gəldiyi. Göydərə xromit yatağıdır. 2 olacaq. Vecnəli qızıl yatağıdır. Zəngilanda 1 olacaq. Muradxanlı neft yatağıdır. 3 olacaq. Şaxtaxtlı travertindir. 5 olacaq. 2, 1, 3, 5 doğrudur. 89. Mərmər, molibden və əhəng. Mərmərin işarəsi 3'dür daş kəsəndə. Molibdenin işarəsi 1'dir ordubatda. Və əhəngin işarəsi 2'dir Qobustan. 3, 1, 2 doğru cavabdır. 90-cı sual. Xəritə sxemə əsasən civə, gips, neft və bentonik girir. Civənin işarəsi 3'dür. 3'ü götürürük. Gipsin işarəsi 5'dir. Neftin işarəsi 1'dir.
Bentonik gili isə 2-dir. Doğru cavab 3, 5, 1, 2. Rəqəmlərə verilən mineral bulaqları müəyyən edin. Rəqəmlərlə verilən. Deməli, bir Şuşa rayonuna düşür. Şuşa rayonuna aiddir buradan. Y, Şırlan. 2. Qax rayonuna düşür. Qaxa aiddir İlisu, D. 3. Quba rayonudur. Quba rayonuna buradan aid olacaq. Xaşı, 3-ə D. 3'e daha doğrusu C. 3'e C. 1Y, 2D, 3C. Digərlərinə baxaq. Bədo İsmailiyadadır. İsmailiyyə rayonu verilməyib burada. E, Xalxal Oğuzdadır. Oğuz rayonunda verilməyib burada. Deməli 1'ə Y, 2'ə D, 3'ə C. 92. Uyğunluğu müəyyən edin. Polimetal yatağı burada var. Mehmana və Filizçay. Birə aid olacaq B ilə Y. Mineral, mineral bulaq Bayxır və Cimi var. A və D. Alnit yatağı Zəylik var. C. 93-cü sual. Mineral su bulağı İlisu var. Birə aiddir A və D. İlisu Qaxda yerləşir. Darıdağ Culfada yerləşir. Naxçıvanda. Molibden yatağı var burada. Paraqaçay Ordubadda yerləşir. Civə yatağı var burada. Ağyataq və Şorbulaq Kəlbəcərdə yerləşir. B və Y. 94-cü sual. Daşkəsən rayonunda burada var. Mərmər və dəmir filizi A və Y. Kəlbəcər rayonunda var buradan travertin, isti su yatağı və civə. B və D. Bentonik gili Qazaxda yerləşir, daş salaqlı. 95-ci sual. Gədəbəy, Gədəbəy aid olacaq mis A və qızıl. Şərura aid olacaq buradan polimetal və mərmər. B və C. Molibden Ordubaddadır, heç birinə aid deyil. 96-cı sual. Civə yatağını əvvəlcə tapmalıyıq. Ağ yataq və Narzanlı. Ağ yataq Kəlbəcərdə, Narzanlı Laçında yerləşir. A və D. 1-ə A və D. Siolit Ağdağ yatağı var Tovuzda. 2-ə Y. Gips Ağza kənd yatağı var Goranboyda. 3-ə B. Uyğun gəlməyən cavab C var. Daş salaqlı bentonik gilidir. Qazaxda heç birinə uyğun gəlmir. Deməli, 97-ci sual bizdən uyğunluğu müəyyən edin deyir. 1. Günnüt qapıcıqdır. 2 isə Qonaqkənd fiziki coğrafi rayonudur. Daimi qar xəttinə malik deyil. Hər ikisi daimi qar xəttinə malikdir. Zəngin travertin və mərmər ehtiyatlarına malikdir. Travertin və mərmər ehtiyatı hər ikisinin olduğu baxaq görək hansı ola bilər? B. Zəngin mərmər və travertin ehtiyatına malikdir. Bu 1-ə aid olacaq. Dağ, meşə və dağ çəmən landşaftları geniş yayılıb. Bu 2-yə aid olacaq. Çünki Naxçıvanda meşə landşaftı yoxdur deyə bilərik. Çox azdır. Sərhəddində Sudur silsiləsi yerləşir. Bu da aid olacaq. Sudur silsiləsi Böyük Qafqaza aiddir. 2-yə. Yay quraq keçən soyuq iqlim tipi bu 1-ə aiddir. Deməli, belə olacaq. 1-ə B, Y, 2-yə C, D. 98. Xəritə sxemdə rəqəmlərlə verilən inzibati rayonlarda yerləşən mineral bulaqları müəyyən edin. Bir İsmailli rayonudur. 2 Quba rayonudur. 3 isə Laçın rayonudur. Deməli, burada İsmailli rayonuna aid olacaq Bədo, 1-ə Y. Quba rayonuna aid olacaq Xaltan, 2-ə A. Laçın rayonuna aid olacaq burada Minkənd, 3-ə D. Digərləri hara aid olmuş olur? Qalaltı Şabran rayonudur. Yoxdur burada cavab olaraq. E, Turşsu Şuşa rayonudur. Şuşa rayonunda yoxdur burada. 1 olacaq. 1-ə Y, 2-ə A, 3-ə D. 100. 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 1
99. Bir qızıl işarəsidir, 2 civədir, 3 isə polimetaldır. Qızıla aid olacaq A, bir də D. 2-yə aid olacaq, civəyə aid olacaq şorbulaq levsay, 2-yə aid olacaq burada C. Polimetala aid olacaq mehmana filiz çay və kastaq mazım çay, B və Y. 100-cü sual. Filiz faydalı qazıntılar, yanar faydalı qazıntılar. Burada yanar faydalı qazıntılar A siyazəndir, D də Qaradağdır, yəni Bakıdır. 2-yə aid olacaq buradan A və D. 1. Filiz faydalı qazıntılar. Y Şərur rayonuna düşür, polimetal var. C Gədəbəyə düşür, mis var, qızıl var. B də Zaqatala rayonudur, polimetal var. Deməli, 1-ə aid olacaq filizlər B, C, Y. Bu şəkildə olacaq. 101-ci sual. Bir mərmər işarəsidir, 2 siolitdir, 3 isə qızıldır. Deməli, 1, 2, 3. Mərmər burada olacaq daş kəsəndə birəcə. Siolit Tovuz rayonundadır, Ağdağ yatağı. 2-yə aid olacaq D. Qızıl Zəngilanda da var, Gədəbəy. Zəngilanda qoşa yatağı, Zəngilanda Vecnəli, Gədəbəydə qoşa yatağı, B və Y. Bu şəkildə olacaq. Qazağa heç biri uyğun gəlmir. 102-ci sual. Deməli, Azərbaycanda ehtiyatı çox olan tükənməyən sərvətlər. Bizdə helioenergetika, yəni günəş energetikası və geotermal sular, yəni yeraltı isti sular çoxdur və bunlar tükənməyəndir. Deməli, 102-də 1-ə aid olacaq burada B və Y. 2. Azərbaycanın tükənən və bərpa olunmayan sərvətlər. Tükənən və bərpa olunmayan sərvətlər faydalı qazıntılar hesab olunur. 2-yə aid olacaq C və D. Azərbaycanda ehtiyatı az olan, tükənən və bərpa olunan, ehtiyatı az olan meşə ehtiyatıdır. Amma meşədir, sudur, torpaqdır. Bunlar tükənib bərpa olunan hesab olunur. 3-ə də aid olacaq burada A. 1-ə B-yi, 2-yə C-dir, 3-ə A. 103-cü sualda Azərbaycanda ehtiyatı az olan, tükənən və bərpa olunan. Tükənən və bərpa olunan burada olacaq torpaq. Ehtiyatı azdır, amma tükənib bərpa olunan hesab olunur. 2. Azərbaycanda tükənən və bərpa olunmayan sərvətlər deyərkən faydalı qazıntıları götürəcəyik B və Y. 3. Azərbaycanda ehtiyatı çox olan tükənməyən sərvətlər. Burada tükənməyən sərvət olacaq külək. Y. Daha doğrusu D. Burada ehtiyatı az olan və ehtiyatı az olan tükənən və bərpa olunan sərvətlərə C də aiddir, meşə də aiddir. 1-ə AC, 2-yə B-yi, 3-ə D. Bu şəkildə olacaq. 104-cü sual. Bentonik gili, travertin və mərmər. Bentonik gilinə aid olacaq daş salahlı qazaqda 1-ə B. Travertin Kəlbəcərdə və Şaxdağda var. Şaxdağ Kəngər rayonunda yerləşir. Naxçıvanda CY. Mərmər burada olacaq D-də. Kəlbəcərdə. Azərkənd gips yatağı olduğu üçün heç birinə aid deyil. 105-ci sual. Meyrə bulaqlar yerləşdiyi inzibati rayonlar. Şırlan Şuşada yerləşir. 1-ə D. Badamlı Şahbuz rayonunda yerləşir. Naxçıvanda 2-ə C. İstisu Kəlbəcərdə yerləşir. 3-ə B. 106-cı sual. Meyrə bulaqlar yerləşdiyi inzibati rayonlar. Tursi yerləşir Şuşada. İstisu yerləşir Kəlbəcərdə. Qalaltı yerləşir Şabranda. 1-ə Y, 2-ə D, 3-ə A. 107-ci sual. Bir civənli işarəsidir. 2 qızıl işarəsidir. 3 isə mis işarəsidir. Civəyə aid olacaq burada Levçay və Şorbulaq. Hər ikisi Kəlbəcər rayonunda yerləşir. Qızıla aid olacaq Qızılbulaq, Vecnəli. Qızılbulaq Ağdərə rayonunda, Vecnəli isə
Zəngilanda yerləşir. C və Y. Misə aid olacaq Qaradağ. Qaradağ yerləşir Gədəbəy rayonunda. 3-ə də aid olacaq B. 1-ə AD, 2-yə CY, 3-ə B.